200 min dollar oğurlayıb heç iz qoymadan yox olmaq mümkündürmü? Bu sadəcə bir sual deyil. Bu, hələ də cavabı tapılmamış bir sirdir. Bu hadisə 1971-ci ildə ABŞ-da baş verdi və bu günə qədər FBI tarixinin ən sirli cinayətlərindən biri hesab olunur. 1971-ci ilin 24 noyabrı. Portland şəhərində hava soyuq, gün isə adi idi. Heç kim bilmirdi ki, o gün tarix yazılacaq. Təxminən 40 yaşlarında orta boylu, sakit görünüşlü bir kişi hava limanına daxil oldu. Üzündə panika yox idi. Hərəkətləri tam nəzarətli idi. O sadəcə bir bilet aldı. Adını isə belə yazdı. Dan Cooper. Bu ad daha sonra dünyaya yayılacaqdı. Amma o an üçün o sadəcə adi bir sərnişin idi. O, Northwest Orient Airlines şirkətinə məxsus Flight 305 nömrəli təyyarəyə mindi. Marşrut sadə idi. Portland, Seattle. Uçuş cəmi 30 dəqiqə davam etməli idi. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra hər şey dəyişdi. O kişi stüardessaya yaxınlaşdı. Sakit şəkildə bir kağız verdi. Stüardessa əvvəlcə buna fikir vermədi. O kağızı açanda isə dünya bir anda dəyişdi. Kağızda yazılmışdı. Məndə bomba var. Stüardessa bunu zarafat hesab etdi. Amma kişi yavaşca çamadanını açdı. İçində naqillər, batareyalar və qırmızı çubuqlar vardı. Bu artıq zarafat deyildi. O kişi sakit səslə dedi. Mənə 200 min dollar verin. Bugünün pulu ilə bu məbləğ təxminən 1.5-2 milyon dollar dəyərindədir. Amma bununla da bitmədi. O əlavə etdi. Və mənə 4 paraşüt lazımdır. Niyə 4? Bu sual illərlə müzakirə edildi. Bəzi ekspertlər deyir ki, bu onu göstərirdi ki, o girov götürmək ehtimalı ilə polisi aldatmaq istəyirdi. Təyyarə Seattle-a indi. Polis, FBI, hamı hazır vəziyyətdə idi. Amma heç kim risk etmədi. Sərnişinlər buraxıldı. Pul gətirildi. Tam olaraq 200 min dollar, 20 dollarlıq əskinaslarla. Seriya nömrələri qeyd edildi. Paraşütlər də verildi. Hər şey onun planladığı kimi gedirdi. Amma ən qəribə detal bu idi. O adam heç tələsmirdi. Heç panika etmirdi. Sanki hər şeyi əvvəldən bilirdi. Təyyarə yenidən havaya qalxdı. Bu dəfə istiqamət cənuba doğru. İçəridə artıq çox az insan vardı. Pilot, bir neçə ekipaj üzvü və o adam. Hava şəraiti pis idi. Yağış, soyuq, tam qaranlıq gecə. Temperatur təxminən -5 dərəcə Selsi idi. Və sonra təyyarə 3000 metr yüksəklikdə olarkən arxa qapı açıldı. Güclü külək içəri doldu. Və o adam 200 min dollarla birlikdə heç bir tərəddüd etmədən təyyarədən tullandı. O andan sonra o bir daha heç vaxt görünmədi. FBI dərhal əməliyyata başladı. Bu işə xüsusi ad verildi. Norjack. Yüzlərlə agent, minlərlə şübhəli, illərlə davam edən araşdırma. Axtarışlar əsasən Washington State Forests və Columbia River ətrafında aparıldı. Amma heç nə tapılmadı. Nə paraşüt, nə çamadan, nə də o adam. İllər keçdi və 1980-ci ildə gözlənilməz bir hadisə baş verdi. 8 yaşlı bir uşaq Columbia River sahilində torpağın altından pul tapdı. Bu pullar tam olaraq həmin soyğundan idi. Üzərindəki seriya nömrələri uyğun gəlirdi. Amma bu tapıntı belə sirri açmadı. Ən böyük sual isə hələ də qalır.
o adam sağ qaldı? Bəzi mütəxəssislər deyir, bu şəraitdə yaşamaq demək olar ki, mümkün deyildi. Qaranlıq gecə, soyuq hava, meşəlik ərazi, uyğun olmayan geyim. Amma digərləri düşünür ki, bu mükəmməl planlaşdırılmış qaçış idi. Bəlkə də o tək deyildi. Bəlkə də aşağıda onu kimsə gözləyirdi. Bu hadisə bir şeyi sübut etdi. Ən böyük cinayətlər bəzən ən sakit insanlar tərəfindən edilir. Bu günə qədər D.B. Cooper'in kim olduğu bilinmir. Bəlkə o öldü, bəlkə də sağ qaldı və ya sadəcə adi bir insan kimi həyatına davam etdi. Bəlkə də o bu videonu izləyən insanlar kimi normal həyat yaşayır. Amma bir həqiqət dəyişmir. O tək başına $200.000 uğurladı və tarixdən yox oldu. Əgər belə real, sirli və araşdırma tipli videolar xoşunuza gəlirsə, Bal Kreativ kanalına abunə olun və növbəti videonu qaçırmayın.